Adi Cənubi Qafqaz, bizim qonşularımız, qonşu ölkələrimizə baxsaq, Ermənistana, Gürcüstana baxsaq görərik ki, hətta orta əmək haqqı rəqəmləri o ölkələrdən belə aşağıdır. 2024-cü il üzrə Azərbaycanda orta əmək haqqı 1009 AZN və yaxud da ki dollar ekvivalentində 594 dollar olub. Eyni il üzrə Ermənistanda isə orta əmək haqqı 705 dollar olub. Təsəvvür edin, Ermənistanda məğlub Ermənistanda orta əmək haqqı 700 dollar, Azərbaycanda isə 594 dollardır. Yəni orta statistik Ermənistan vətəndaşı Azərbaycan vətəndaşından yaxşı yaşayır. Halbuki Ermənistanın əhalisi və ərazisi Azərbaycandan 3 dəfə balacadır. Ermənistan məğlub ölkədir. Ermənistanın təbii sərvətləri demək olar ki, Azərbaycandan müqayisə olunmayacaq dərəcədədir, azdır, yoxdur. Bəs necə ola bilər ki, Ermənistanda sıravi Ermənistan vətəndaşı Azərbaycan vətəndaşından yaxşı yaşayır? Eyni cürdə Gürcüstanda orta əmək haqqı 2024-cü ilin sentyabr ayında olan göstəricilərə görə 762 dollar olub. Azərbaycanla müqayisədə arada 150-160 dollar fərq var. Yani bu çok büyük rəqəmdir. Elman Nəsrov və digər hakimiyyət yönümlü deputatlar, hakimiyyət nümayəndələri çıxıb bunun bir izahını verməlidir Azərbaycan vətəndaşlarına ki, bəs biz niyə bu vəziyyətdəyik? Niyə ölkənin iqtisadiyyatı bu acınacaqlı vəziyyətdədir ki, hətta biz Ermənistan və Gürcüstandan belə geridəyik? Bu biabırçı bir durumdur və hakimiyyət yönümlü deputatlar və digər hakimiyyətin qurumları bu haqda məncə ciddi fikirləşməli, ciddi düşünməlidir.